Əliyev Emin Tahiroğlu, Goranboy rayonu Tərlə kəndində yaşayıram. Hazırda ailəliyəm. Ailədə 5 nəfərik, 3 az yaşlı uşağımız var. Özüm hərbi xidmətlə 3-cü qrup əliləm. Pensiyadan başqa gəlir yerimiz yoxdur, dolana bilmirik. Mənim şikayətim buradan Goranboy rayonunun özünə məşğulluq idarəsindəndir. 2024-cü il fevral ayının 9-da yoldaşım Mehdiyeva Asil Vahid qızının adını Goranboy rayonunun özünə məşğulluq idarəsində qonşuluq təsərrüfatına yazdırdım. 1 il 8 aydır gözləyirik. 2 dəfə monitoru keçirdilər. Bir dəfə müdür Anar Əliyevlə nümayəndəsi Fərd müəllim. Sonradan Bakıdan monitoring oldu. Gəldilər şəraitimə baxış keçirdilər, getdilər. Gəncə şəhərində Gəncə Daşkəsən regionunun müdürü Elməddin müəllim bizi qəbul elədilər. Nazirin sədr müavini Nihat Muxtarlının qəbulunda da olduq. Tapşırıq da verilibdi. İlkin monitoringdən sonra bizi təlimə də cəlb elədilər. Təlimdən sonra imtahan da oldu. Hələ ki bir nəticəsi yoxdur. Bu özünə məşğulluqdan bu heyvandarlığın paylanışı ilə bağlı hələ ki bir məlumat yoxdur. Biz də xahiş edirik ki, cənab prezidentimizdən bizə bir köməklik göstərsin. Xahiş edirik, cənab prezident, bu işlə bir məşğul olasınız, bizə köməklik göstərəsiniz, bizə bu qonşuluq təsərrüfatı ilə məşğul olaq, ailəmizi dolandıraq.